İkinci xütbəmizdə indiyə qədər haqqında çox eşitdiyimiz, adını çox eşitdiyimiz, haqqında az bir şey bildiyimiz bir məkan barədə danışmaq istəyirəm. Həmin məkan o yerdir ki, tez-tez gündə, bəlkə də hər gün eşidirik adını, amma onun haqqındakı təsəvvürlərimiz bir qədər ya natamamdır, ya da yanlışdır. Mənim bugün haqqında və mahiyyəti barəsində, fəlsəfəsi barəsində, necəliyi, keyfiyyəti barəsində danışmaq istədiyim məkan cənnətdir. Necə bir yerdir cənnət? Necə təsəvvür edirsiniz? Çox eşitmişik haqqında. Quran bilirsiniz nə qədər danışır onun haqqında. Quran bilirsiniz də bir cümləni belə əbəs yerə deməz. Nə deyibsə deməli vacibdir, zəruridir, bilməyimiz şərtdir. Quran cənnət haqqında çox ayələrində danışır. Amma biz müsəlmanlar cənnət haqqında bəzi natamam təsəvvürlərə malikik. Biz cənnət haqqında bir-iki detallı bilirik. Alma, armud, ağac, çay və ilaxır və s. və ilaxır. Amma mən istəyirəm bugün cənnətin bir qədər mahiyyətinə, keyfiyyətinə toxunaq. Necə bir yerdir cənnət? Nə var orada? Nə olacaq orada? Niyə ora bu qədər təriflidir? Niyə Allah oranı tərifləyir? Niyə Peyğəmbər, imamlar buyurur ki, cənnətə tərəf addımlayın, öz həyatınızı cənnəti qazanmaq uğrunda xərcləyin? Niyə gözəlliklərlə dolu olan bu cənnət bu qədər dəyərlidir? Bu suala mən istəyirəm Quran işığından və mötəbər hədislərimizin əsasında cavab verməyə çalışım. Əgər çatdıra bilsəm, bu xutbədə hamısını deyəcəm. Hamısını deyəndə cənnətin tərifin hamısını qurtarmaq mümkün deyil, demək istədiyimin hamısını yəni. Amma çatdırmasam, vaxtımız az qalsa, onda inşallah gələn cümədə bu barədə danışarıq. Amma cənnət haqqında mən başlasam danışmağa 1 il bəlkə danışaram, söz bitməz. Cənnət barəsində Qur'an-ı Kərimdə çoxlu ayələr var. Əvvəlcədən də deyim ki, mənim bugün sizə cənnət haqqında danışmağımın əsas məqsədlərindən biri də mənə bir növ stimul verən və məni bu barədə danışmağa vadar edən məhz Quran ayələridir. Qur'anın üzərində dayandığı bir mövzunun haqqında biz də danışmalıyıq ki, Qur'an istəyir ki, cənnətə şövqümüz yaransın. Müsəlmanın cənnətə şövqü olanda dünyası da cənnətə dönür. Bir qəribə bir təsiri var bunun. Qorxmayın ki, cənnət arzusu ilə ibadət eləməyim. Bilirsiniz, biz bəzən başımızdan böyük, sizə aid eləmirəm, qoy birinci özümə deyim. Mən bəzən başımdan iddialar edirəm, mən yalnız Allahın razılığı üçün çalışıram. Bu mənim başımdan böyükdir, özümdən böyük iddiadır. Vallah, billah, elə cənnətə görə çalışsam böyük şeydir. Elə kaş elə cənnətə görə yaşayaydı hamı, kaş elə cənnətə düşmək arzusu ilə yaşayaydı hamı. Onda o zaman həyatımız da cənnətə dönəcək. Nəyi arzulayırsansa, həyatın o aspektə tərəf çevrilir də bilirsiniz. Həyatın başlayır o istiqamətdə inkişaf eləməyə. Cənnəti arzulamalıyıq, cənnətə şövqümüz olmalıdır, cənnəti çox istəməliyik, ora düşmək üçün yaşamalıyıq ki, buradakı həyatımıza da o arzumuz təsir eləsin. İlk öncə onu qeyd edeyim ki, cənnət insanın bu dünyada axtarıb tapa bilmədiyi həyatın olduğu yerdir. Nə axtarırıq burada içimiz fitrən, nə axtarırıqsa ki, burada tapa da bilmirik bəzən, onun olduğu yer cənnətdir. Bu söz balaca tərif deyil. Arzularımızın həyata keçdiyi, ən kamil şəkildə həyata keçəcəyi yerin adıdır cənnət. İstəklərimizin ən gözəl formada həyata keçəcəyi yerin adıdır cənnət. Bu mövzunu bir qədər açmaq lazımdır. Uca Allah Ali İmran surəsində 136-cı ayədə buyurur ki, Ulaikə cəzauhum məğfirətun min Rabbihim.
Onların mükafatı bir dəstədən danışır. Yəqin ki, yaxşı insanlardır, təqvalı insanlardır, mömin insanlardır. Ayənin zaten əvvəlində deyir kimlərdən söhbət gedir. Əvvəl gələn ayələrdə. Deyir, onların mükafatı Rəbləri tərəfindən bağışlanmaqdır. Məğfirətun min Rabbihim. Rəbləri onları bağışlayacaq. Bu birinci mükafat. İkinci, وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارِ və ağacları altından çaylar axan cənnətdir. Birinci Allahın bağışlanmasının mükafatları, ikincisi isə ağacların altından çayların axdığı cənnətdir. Davamında da buyurur. Xalidinə fiha. Onlar orada əbədi qalacaqlar. Və ni'mə əcrul amilin. Yaxşı əməl eləyənlərin mükafatı nə gözəldir. Allah cənnətdən danışır, sonra buyurur ki, çox gözəldir ya cənnət. Çox əla yerdir cənnət. Bu ayədə cənnətin əsas bir təsvirini verdi Allah bizə. Fikriniz qalmasın çaylarda, ağaclarda. Hələ onu qoyaq bir kənara. Bir tərif verdi Allah, elə bizim bu dünyada ən böyük istəyimizin cavabı odur. Xalidinə fiha, əbədi qalacaqlar. Cənnətin ən ali tərifi və gözəlliyi də elə budur ki, insan ora düşdüsə, orada əbədi var olacaq. Əbədiyyən qalacaq. Cənnətdə yoxluq və ölüm yoxdur. Heç kim orada ölməyəcək. Cənnətdə heç kəs yoxa çıxmayacaq. Burada bizim içimizdə bir narahatlıq var. Hər addımımızda bir narahatlıq var. Soyuqda qalın giyinirik, niyə? Əlimizdən var olmaq potensialı çıxmasın. İşləyirik, zəhmət çəkirik, özümüzü oda közə vururuq. Hamısı nə üçündür? Var olmaq qabiliyyətimiz biraz da çox olsun. Yaxşı yeməklər çalışırıq yeyək. Niyə? Biraz da var ola bilək. Özümüzə yaxşı baxırıq. Nə üçün? Hamımıza sual verəm. Niyə özünüzə yaxşı baxırsınız? Hamı istəyir ki, bilirik, onsuz öləcəyik. Amma biraz artıq var olaq da. Biraz sağlam var olaq. Həyatın keyfiyyətini daha çox dadaq. Düz? İnsan həyat aşiqidir də, istədi, istəmədi, biz hamımız beləyik. Bu pis şey deyil. Ölümü sevən, yox olmağı sevən insan yaxşı adam deyil ha. O adam ki, niyabatdır, həyatı sevmir, istəyir elə bütün günü ölsün, çıxsın, geçsin, yoxa çıxsın. O adam ya axmaqdır, ya dəlidir, ya da ki, həyatın fəlsəfəsini başa düşmür belə insanlar. Həyat insanın ən çox sevdiyi bir amildir və hamımız həyat eşqi ilə yaşayırıq. Həyatın eşqini də Allah bizim fitrətimizə qoyub. Cənnətdə əbədi qalacağımız həyatdır. Və burada axtarırıq da onu. Hamı istəyir ki, İskəndər kimi hamı diriliyi suyu axtarır. İçə ömür billah qala. O burada deyil. Allah bizə ən gözəl yerdə əbədi qalmaq fürsəti verir. Yoxluq yoxdur. Orada bu dərd olmayacaq ki, amandır birdən soyuğa verməyim, özümü ölərəm, xəstələnərəm. Ya maşın yoluna çıxmayın, maşın vurub öldürər. Ya nə bilim, kiminsə xətrinə dəyməyim, vurub öldürər. Ya min cürdə insan özün qoruyur burada. Amma orada ehtiyac yoxdur ona. Orada ölüm və yoxluq yoxdur. Orada hər şey əbədidir. Həyat, var olmaq, bu insanın əbədiyyən var olmaq, insanın ən böyük istəyidir. Və bu istəyimizin də ən gözəl cavabı cənnətdə olacaq. Orada qorxu olmayacaq ki, görəm mən 100 ildən sonra olacaq, məsələn, 1000 ildən sonra əbədiyyən olacaqsan. Təsəvvürü etməyin özü belə mümkün deyil bunu. İstəsəz oturun təsəvvürün ki, yəni mən əbədiyyən cənnətdə ola biləcəm. 5-10 illik ibadətin, yaxşı əməllərin mükafatına bir dənə baxın. Yəni doğrudan da dəyməzmi ki, insan əbədi cənnətin müqabilində burada yaxşı adam olmasın? Allah balaca bir ömrün müqabilində böyük mükafat vəd eləyir. O böyük mükafatı qazanmaq üçün bu dünyada nə olanda 5-10 gün əziyyət çəkək də, dünyanın gözəlliyi olsa da, bu dünyanın gözəlliyi var, heç kim danmır onu. Bu dünyanın gözəlliyi olsa da, insan bu gözəlliyin və əldə etdiyi hər şeyin bir gün əlindən alınacağı, əlindən çıxacağı qorxusu ilə yaşayır. Sağlamlıq verir bizdə, dərd götürür ki, birazdan qocalacam, əlimdən çıxacaq.
Pul verir, qorumağa çalışırsan. Burada nə qazanırsansa, onu qorumağa məhkumsan. Qorumasan əlindən çıxacaq. Dünyada qazandığımız hər bir şeyi qorumaq məcburiyyətindəyik ki, əlimizdən tez çıxmasın. Zaten çıxacaq ha. Hara qədər saxlaya biləcəyik ki? Uzağı ölüm anına qədər. Ölüm anına qədər saxlaya bilərik əlimizdə olan şeyi. Amma cənnətdə nə isə əlimizdə saxlamağa ehtiyac yoxdur, başa düşürsünüz? Orada bizə nə veriləcək? Burada Allah verdiyi ruzunu qorumalıyıq. Allahın burada verdiyi ruzunu qorumasan, oğrunun nə dini var, nə imanı. Oğurlaya bilərlər, əlindən ala bilərlər, aldadıb ala bilərlər və s. və ilaxır. Amma cənnətdə bu qorxu yoxdur. Heç kim sənə veriləni sənin əlindən qətiyyən almayacaq, almaq da istəməyəcək. Çünki yanındakına bəlkə səninkindən də yaxşısı veriləcək. Ona görə də cənnəti elə bir yer kimi təsəvvür eləyək ki, yoxluq yoxdur da orada. Cənnətə daxil olanda bilirsiniz nə deyəcəklər bizə? Allah qismət eləsin. Elə də arxayın danışıram ki, tək elə siz daxil olasınız, ev yox. Biz də arxaca baxarıq, çönüb şəfaət eləyərsin inşallah, biz də daxil eləyərlər. Hər halda qismət olsa o gün bizə cənnətə daxil olmaq, orada bilirsiniz insanlara nə deyəcəklər? Qur'an-ı Kərimin Zümər surəsinin 73-cü ayəsi ilə cavab verək buna. Uca Allah buyurur: وَسِيقَ الَّذ۪ينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا. Rəbbindən qorxanlar, görün kimdən söhbət gedir ha? Hər adamlar yox. Rəbbindən qorxanlar, təqvalı olanlar dəstə-dəstə cənnətə gətiriləcəklər. İləl cənnəti züməra. Züməra yəni zümrələr şəklində dəstələr. Çünki bilirsiniz ki, cənnətdə insanlar kateqoriyalara bölünəcəklər də, oranın da dərəcələri olacaq. İndi onlar niyə olacaq, nə cür olacaq, Allah nəsib eləyər, gələcəkdə danışarıq. Dəstə-dəstə insanları cənnətə gətirəcəklər. Həttə izə cəuhə və futihət əbvəbuhə. Nəhayət ora çatdıqları zaman cənnətin qapıları açılacaq. Və futihət əbvəbuhə. Qapılar. Çünki cənnətdə bir dənə qapı yoxdur, 8 qapı var. Və nəhayət cənnətin qapıları açılacaq. Və qalə ləhum xəzənətuhə Salamun aleykum. Və oranın gözətçiləri, cənnətin gözətçiləri onlara deyəcəklər: Salamun aleykum. Cənnətdə eşidəcəyimiz ilk kəlmə cənnətə daxil olan zaman bu kəlmə olacaq. Salamlayacaqlar möminləri ki, Salamun aleykum. Qapılar açılır, insanları daxil eləyirlər, birinci salam verirlər. Siz bu salamın şirinliyini təsəvvür eləyə bilərsiniz. Bu salamla bilirsiniz nə deməkdir bu? Yəni bitdiyə hər şey. Narahatlıqlar bitdi, ayrılıqlar bitdi, xəstəliklər bitdi, sorğu-sual bitdi. İndiyə qədər həyəcan bitdi, hər şey bitdi də. İndi kef vaxtıdır, xoşbəxtlik vaxtıdır. Kaş bu salamı hamımız eşidəydik. Gözəl bir salamdır və dünyada deyəndə yəni həyatımız boyunca eşidəcəyimiz ən şirin salamlardan biri olacaq bu. Cənnətə daxil olsan sənə salam verirlər. Bitmir ha, bu ilə davamı var. Davamında mələklər deyəcəklər: Tibtum fədxuluhə xalidina. Pak oldunuz, daxil olun və əbədi qalın. Bu sözü bilirsiniz niyə deyəcəklər bizə qapısında? Çünki insan hər nemət əlinə gələn kimi birinci düşünür ki, Allah bunu necə qoruyum ki, əlimdən çıxmasın. Orada o neməti ki, Allah bizə versə inşallah və yaxud da kimə verəcəksə, insan cənnətin qapısını görəndə narahat olacaq. Sonuncu narahatçılığıdır bu insanın. Görəsən buradan çıxmayacam ki. Görəsən burada bitməyəcək ki. Görəsən bunun içində də yoxluq yoxdur ki, qapıda deyəcəklər, narahat olmayın, burada əbədi qalacaqsınız. İçəri girin. Qapıda bizi arxayın eləyib içəri yola salacaqlar ki, narahat olmayın. Cənnətdən daxil olan zaman, onun qapısında bizə deyilən bu salam və əbədi qalmaq, onun üçündür ki, insan yəni narahat olma, bura narahatlıq yeri deyil. Son narahatlığı da qapıda qoyub içəri daxil olacaqsan. Bütün dərd-sər geridə qalacaq. Bütün narahatlıqlar o qapıya qədədir və sonuncu narahatçılığımız da o sözdən bitəcək.
Allah bizə cənnətə daxil olan ilk addımda bizi xatircəm eləyəcək ki, burada da mən sizin əlinizdən heç nə almayacağam. Burada imtahan yoxdur, burada sınaq yoxdur, burada ancaq nə var? Ləzzət, başqa heç nə. Cənnət yoxluğun və ölümün olmadığı bir yerdir. Bu cənnətin ilk tərifidir. Bunu belə başa düşək və belə qəbul eləyək. Quran deyir, cənnətə daxil olanlar orada əbədiyyən qalacaqlar. Və bu cənnətin ilk tərifi, ilk mahiyyətidir. Cənnətin əbədiliyinə diqqət eləsək, doğrudan da insan içində olan əbədiyyət istəyini var içimizdə, əbədiyyət istəyi, əbədi yaşamaq istəyi. Onun qarşılığının orada olacağını başa düşsə, buradakı həyatına da o təsir edəcək. İndi keçək ikinci tərəfə, cənnətin ikinci tərəfinə. Düzdür ki, dedik ki, biz cənnətdə əbədi qalacağıq. Bəs bu, indi bir sual çıxır ortalığa. Bəs bu əbədiyyət var, bu insanı bezdirməyəcək. Əbədi qalmaq insanı bezdirib yormayacaq. Axı görmüşük ki, məsələn, insan, dünyada görmüşük də, İnsan hətta ən yaxşı şeydən belə çox davamlı olandan sonra bezir. Ən çox sevdiyiniz qida nədirsə, onu hər gündə sizə versələr, bir gün bezəcəksiniz. Heç vaxt mümkün deyil insan desin ki, mənə bunu hər gün versələr, yeyərəm. Yalandır. Bir gün bezəcəksən, başqa şey də axtaracaqsan. Və yaxud ən sevdiyin şey nədirsə, versinlər sənə, bir müddətdən sonra yoracaq səni. Bezdirəcək, başqasını istəyəcəksən. İnsan nəfsi belədir, Allah bizi belə yaradı. Bu pis şey deyil. Allah içimizdə bir istəyi qoyub ki, biz bir şeylə, hətta onu sevsək də belə, sona qədər qane olmuruq. Daha yaxşısını istəyəcəyik, daha gözəlini istəyəcəyik. İndi mən sual verirəm, cənnət gözəldir, başa düşdük. Cənnət əbədidir, onu da başa düşdük. Bəs bu gözəllik və əbədiyyət orada yormayacaq bizi. Hər gün gözümüz ağac görürsə, alma, armud, çay, nəhayət bezdirməyəcək bu bizi. Bezməyəcəyik cənnətdən? Xeyr, bezdirməyəcək. Qısa cavab budur. Çünki cənnət monoton olmayacaq. Monoton bilirsiniz nədir? Yəni cənnət tək rəngli olmayacaq. Bir dayanıqlı olmayacaq. Cənnətdəki nemətlər dayanıqlı nemətlər deyil, sabit nemətlər olmayacaq. Necə? Qoy bunu sizə mən bir kəlmə cümlə ilə ifadə edeyim. Yəni cənnətin nemətləri, cənnətin ləzzətləri üfüqi olmayacaq, üfüqi, şaquli olacaq. Üfüqi ləzzət insanı bezdirir, amma şaquli ləzzət heç vaxt bezdirməyəcək. Qalxdıqca qalxa biləcəksən, çıxdıqca çıxa biləcəksən, daddıqca dada biləcəksən. Məsələn, insanla heyvanın fərqi çoxdur. Bir əsas fərqi var. Mən bir misalla izah edeyim sizə. Diqqətiniz xahiş edirəm, məndə olsun. İnsanla heyvanın bir fərqi var. Əsas fərqi var. Məsələn, götürək qarışqanı, bir də insanı müqayisə edək. Qarışqanın həyat tərzinə baxın. Evinə baxın, 1000 il bundan əvvəl evi necə idisə, indi də elədir. Uşaq vaxtı gözümüzü açanda, burada ən yaşlı insanlarımız var da, onlar gözlərini açanda qarışqa yuvası görüblər. 70 il, 60 il, 50 il keçib, uşaqlıqda görüblər. İndi də baxsınlar qarışqa yuvasına, nəsə dəyişib. Qarışqa yuvası evinin şifrin, taxtasın, laminatın, parketin dəyişdirib? Yox. Amma bizim evlər bu 70 ildə nə qədər dəyişilib? Az qala yerlə göy qədər fərqlənir artıq. 70 ilin bundan əvvəlin evi ilə indiki evlərin arasında surətli fərq var. Hətta deyərdim, hər il yenilənir. Hər il yenilənir. Bu il bu aboyu alıb vurursan evvə, bir ildən sonra tamam başqa bir model çıxır, tamam başqa bir dəb çıxır və s. və ilə axır. Məsələn, əvvəllər evlərin damı hamısı qır idi, sonra keçdiyi azbest şifrə, indi heç azbest şifrdə vuran yoxdur, indi hamı keçib başqa cür. Gələcəkdə də nə olacaq heç bilinmir. Yenilənir də, insanla heyvanın fərqi nədir? Qarışqa 1000 ildə əlləşir, inkişaf eləyə bilməyib. Eyni qaydada qalıb. Amma insanda əlləşir, çalışır. Amma insanda fərq nədir? İnsan inkişaf eləyə bilir. Yəni insanın həyatı üfüqi deyil, şaqulidir. Qarışqanın həyatı isə üfüqüdür. İnsan da şaqulidir bu dünyada, yəni inkişaf eləyə-eləyə gedir.
İnsan dəyişiklik və inkişaf etmək potensialına malikdir. Allah bunu bizim içimizdə qoyub. Biz hər addımımızda dəyişilmək istəyirik. Bugün tikdiyimiz sabah bizi bezdirəcək. Daha yaxşısın, daha gözəlini istəyirik. İnsan bax, gedirlər, tapırlar. Çində oturanlar da insandır, Avropadakilər də insandır. Onlar hər gün araşdırır, yeni şeylər tapırlar. Yeni vasitələr tapırlar. İnsan hər gün öz həyatını surətlə dəyişdirir. Amma qarışqa, heyvan dəyişə bilmir. Əgər dəyişməsək nə olar? Biz də qarışqa kimi dəyişməyək, nə olar? Bax, sual verəm. Bezərik, heç nə. Həyat bezdirər bizi. İnsan öz həyatındakı vasitələri hər gün, hər il, ya 10 ildən bir dəyişdirməsə, yeniləməsə, nəhayətdə nə baş verər? Bezər insan. Bezər. Hətta ən yaxşı olandan da bezər. Hətta ən çox sevdiyindən də bezər. Məsələn, namaz yaxşı şeydir. Ən yaxşı şeydir. Həyyə alə xeyrəl əməl. Ən xeyirli əməldir. Amma bu namaz da insanı bezdirə bilər. Necə? Əgər namaz bizi hər dəfə bir pillə önə aparmasa, yuxarı qaldırmasa, mərifətimizi çoxaltmasa, əxlaqı çoxaltmasa, imanı çoxaltmasa, təqvanı artırmasa, həmin namaz da bizi bezdirər. Yaxşı şey olsa da, kim namazdan bezibsə, bu amilə görə bezir. Kim namazı can dərdi qılırsa, namaz inkişaf elətdirməyən də insanı bezdirir. Yadda saxlayın bunu. İnsan yorulur o namazdan. Əgər namaz səni önə aparmırsa, bir dənə sizə söz deyim. Bir maşın təsəvvür edin, mühərriki yoxdur. Oturmuşsunuz içinə, sükanı ora döndərirsiniz, bura döndərirsiniz. O maşının içində nə qədər oturarsınız? Yarım saat, 1 saat, 2 saat bezib düşəcəksiniz ki, lazımdır, mən oturmuşam dayandığım yerdə, nə hərəkət. Amma mühərriki olan maşın bezdirmir insanı. Çünki niyə? Aparır axı. İrəli aparır axı, istədiyin yerə aparır axı. Namaz da belədir, mühərriki yoxdursa, yəni səni önə aparmırsa bezdirəcək. İnsan da onu bezdirən şeydən xoşu gəlmir. Sonra başlayırsan namazı atmağa, ibadəti atmağa, nə bilim, onu bunu yavaş-yavaş yaxşı şeyləri aradan çıxartmağa. Məscidə gəlirsən məsələn, məscidə gəlmək sənə hər dəfə yeni bir şey verməsə, məscid bezdirər səni. Vallahi bezdirər. Nə olsun ki, yaxşı yerdir. Nə olsun ki, Allah evidir. Burada təsəvvür edin, mən hər dəfə çıxım eyni xutbəni sizə danışım, bezər sizi. Nə olsun ki, xutbədir, Allah kəlamıdır. Hər dəfə fərqli olmalıdır, inkişaf olmalıdır, dinamik olmalıdır ki, bezməyək. Biz belə yaradılmışıq da. Mən səhv eləmirəmsə, Molla Sədranın əsərlərinin birində böyük filosofların sədri deyirdilər ona. Onun əsərlərinin birində belə bir cümləyə, belə bir fikrə rast gəlmişəm. Yenə də yalan deyərəm, amma böyük ehtimal verirəm ki, onun əsərlərində rast gəlmişəm buna. Qiyamətin təsvirini verir, deyir, qiyamət bilirsiniz nə vaxt olacaq? Zaman etibarilə dəqiq rəqəm demir, ha. Nə olsa qiyamət baş verəcəyi deyir Molla Sədra. Deyir ki, qiyamət dünyanın insana verə biləcəyi bir şey qalmayanda baş verəcək. Dünyada kimyəvi, fiziki elementlər, qaydalar, fizikanın qanunları, kimyanın, biologiyanın qanunları tükənəndə qiyamət baş verəcək. Yəni, dünya artıq bizə təzə bir şey verə bilməyəndə qiyamət olacaq. İnsan dünyada nə əldə edə biləcəksə, əldə edəcək və daha artığı olmayanda qiyamət baş verəcək. Yəni artıq dünya yaşanılası yer olmayacaq, insanı başlayacaq bezdirməyə. Bugün bezdirmir insanı, çünki hər şey təzələnir, təkamül olur, bu çıxır, o çıxır, o çıxır. Amma bu günləri artıq qərbdə və qərbin təsirində olan bəzi məmləkətlərdə biz artıq bunun az-çox təzahürlərini görürük. Ya, dünya başlayıb insanı bezdirməyə. Dünya artıq insanı bezdirməyə başlayıb. Abstraksionizm niyə çıxdı ortalığa? Abstrakt əsərlər. Abstraksionizmin ortaya çıxmasının ən böyük səbəbi bu idi ki, insan təbiətin, cisimlərin, hadisələrin real təsvirindən bezdi. Başa düşürsünüz nə deməkdir? Abstraksionizmin çıxma səbəbi budur ki, insan real təsvirdən bezdi, dünyanın real təsviri onu bezdirdi deyə abstrakt əsərlər çıxdı və çünki insan hər şeyin dünyada olduğuna inandı deyə və bu da onu insanı yormağa başladı.
Abstrakt əsərlər çıxdı ortalığa. Baxırsan ki, Allah bu nədir? Qulaq aşağıda, ayaq yuxarıda, göz nə bilim filan yerdə, gör heyvan şəkli çəkib, olduğu kimi çəkməyib də başqa cür. Deyir ki, artıq olduğu kimi çəkmək yorur məni. Bax insan budur bax. Deyir məsələn zürafəni olduğu kimi çəkmək yorur məni. Başını salıb aşağı, ayaqlarını qaldırıb yuxarı çəkib. Adını da qoyub abstrakt əsər. Və yaxud bir qeyri-adi bir şey çəkib, deyir bu adamdır. Baxırsan ki, bir dənə gözündən bilirsən adamdır. Yaxşı bunun ağzı hanı? Qulağın dibində. Qulağı hanı məsələn ayağının altında? Niyə belə çəkmirsən bunu? Deyir abstrakt, bu abstrakt əsərdir. Yaxşı qardaş, abstrakt niyə çıxdı ortalığa? Çünki yordu dünyanın real təsviri insanı. Dünya bir yerə qədər verə bilər də burada bizə bir şey. Və artıq başlayıb. Dünya insanı yormağa başlayıb. Və bu tendensiya artıq mövzudur. Amma bu ayrı mövzudur, sözümüz o deyil. Mən bunu danışmaqda məqsədim var ha sizə. Yormaq istəmirəm sizə. Elə düşünməyin ki, haşiyə çıxıram. Haşiyə deyil, müqəddimədir. Sualımız budur ki, bəs cənnət insanı bu qədər inkişaf etmək potensialımız var bizim. Yeni nəsə arzulayırıq, yenilik istəyirik. Bu yenilik istəyən insan var, dünyada tutmur, dünya tuta bilmir onu. Hər dəfə təzə şey kəşf eləyir, təzə şey axtarır, köynələri bəyənmir. Bu insan cənnətdə əbədi qalsa bezməyəcək qardaş. Nə qədər alma, armud, ağac, çay olacaq ki? Onlar bizi bezdirməyəcəkmi? Xeyr. Cavabın birincisi budur. Çünki cənnət material aləm kimi deyil. Biz buranı görürük. Bu aləmi görürük. Bu aləmi gördüyümüz üçün də elə bilirik ki, cənnətin də qayda, qanunları bura uyğundur deyə cənnət də birdən bizi bezdirər. Cənnətin qaydaları, qanunları material aləmin qaydaları kimi deyil. Material aləmin həddi var. Yəni nə deməkdir bu? Material aləmdə nə əldə edə biləcəyisə bir həddə qədərdir də, o tərəfəsi yoxdur. Hüdudu var. Material aləmdə qardaş, dünyada nə qədər torpağın ola bilər sənin? Nə qədər olur olsun 510 milyon kvadrat kilometrdən çox olmayacaq. Niyə? Çünki dünya sahəsi o qədərdir. Başa düşdünüz nə demək istəyirəm indi mən? Azərbaycanda nə boyda torpağın olur olsun Azərbaycandan böyük ola bilməz də. Çünki buranın ərazisi 86 min kilometrdir. Kvadrat kilometrdir. Sözümün canı odur ki, dünyada nə əldə edə biləcəksənsə, buranın imkanı daxilindədir, hüdudu var, həddi var. Çoxun verə bilməz sənə. Çünki çoxu yoxdur burada, bir yerə qədərdir burada. Amma cənnət material aləmin fövqündədir və hüdudu olmayan bir məkandır deyə, orada olan nemətlər həmişə eyni dadı verməyəcək. Hər dəfə istifadə elədikdə daha çox ləzzət duyacağıq. Məsələn, alma yeyirik burada. Hər dəfə yeyəndə eyni dad hiss edirsiniz, düz? Amma cənnətin almasının fərqi bilirsiniz nə olacaq? Hər dəfə yeyəndə fərqli dad olacaq və daha ləzzətli olacaq. Ona görə bezdirməyəcək. İnsanı bezdirən həmişə eyni dadı verməsidir ləzzətin. Cənnətin ləzzəti eyni dadı verməyəcək deyə insan bezməyəcək cənnətdən. Cənnətin insana ləzzət bəxş eləmək qabiliyyəti sonsuz olacaq. Dünya kimi olmayacaq bir yerə qədər. Dünyada bir həddə qədərdir. Cənnətdə isə hədd yoxdur. Sonsuz verəcək nemətləri və ləzzətləri bizə. Və cənnət nemətləri də mütəmadi olaraq dəyişiləcək. Hər gün dəyişiləcək. Hər saniyə dəyişiləcək. Çünki cənnətin dəyişilmək, yenilənmək xüsusiyyəti insanın fitri istəyinə görədir. Cənnət insanın fitrən istəyinin cavabıdır deyə biz də fitrən nə istəyirik? Dəyişiklik. Cənnət də dəyişiklik yurdudur. Cənnətdə daimi dəyişiklik olacaq. Cənnət dinamika olan yerdir. Cənnətdə gözəlliklər bir-birini əvəz eləyəcək. Məsələn, bir dənə biz misal çəkək. Biz tutaq ki, Allah qismət etsin, düşək cənnətə. Baxacağıq cənnətə birinci gün. Birinci gün cənnətə baxanda bu sözü deyəcəyik. Bundan gözəli ola bilməz. Mümkün, inanmırıq. İnanmayacağıq ki, bundan daha gözəli ola bilər. Səhər, misal üçün, tutaq ki, orada düz deyə bizim kimi gün bu söhbəti olmayacaq. Bu cür səhər, axşam olmayacaq. Məsələni, sadəcə başa düşək deyirəm. Biraz keçəcək, bir də ayılacaq ki, cənnət tamamilə başqa cür oldu. Baxacaq, deyəcək ki, yox,
İndi daha da gözəlləşdi. Amma bundan o tərəfəsi olmaz da. Bu qədər olacaq. Sabah yenə dəyişiləcək. Və əbədiyyətə qədər dəyişilə gedəcək. İnsan hər dəfəsində də deyəcək ki, inanmıram bundan daha yaxşısı olsun. Çünki Allahın kamalı, lütfü sonsuzdur deyə. Allahın bizə cənnətdə verdiyi nemətlər də sonsuzluğa qədər gedəcək. İndi siz təsəvvür edebilirsiniz cənnətin necəliyini. Cənnətdə heç insanın bezməsinə fürsət olmayacağı, bizim gözümüz yorulmadan dəyişiləcək hər şey. Ağız dadımız yorulmadan dəyişiləcək hər şey. Daha yaxşısı ilə əvəz olunacaq. Həm də cənnət nemətləri niyə insanı bezdirməyəcək bilirsiniz? Bu da ikinci cavabı. Çünki dünya nemətlərinin hamısı qüsurludur deyə insan dünya nemətlərini istifadə eləyəndə bir müddət sonra bezir. Bezməmizin səbəbi bilirsiniz nədir dünyadan, nemətlərindən? Çünki qüsurludur. İstənilən gözəlliyin tərkibində nə var? Nöqsan var dünyada. Dünyada nöqsansız gözəllik deyilən anlayış yoxdur. Yadda saxlayın. Bunu axtarmayın da. Heç kim mənə sübut eləyə bilməz dünyada nöqsansız gözəllik var olduğunu. Material aləmin nöqsansız gözəlliyi yoxdur. Bütün hər detalında incə şəkildə bir nöqsan gizlənib dünya nemətlərinin. Və ən böyük nöqsan elə budur ki, bu dünyanın nemətləri xarab olmağa məhkumdur. Xarab olmayan nemət yoxdur dünyada. Ən qiymətli daş belə bir müddətdən, 1 milyon ildən, 100 min ildən sonra xarab olur. Dünyada xarab olmayan nemət yoxdur. Zay olmayan bir şey yoxdur. Hamısı fanidir və hamısı da yoxa çıxacaq bir gün. Amma cənnət nemətlərində məhdudiyyət olmayacaq. Cənnət nemətlərində qüsur, nöqsan olmayacaq. Kamil nemətlər olacaq. Kamil nemətdə insanı bezdirməz heç vaxt. İnsanı bezdirən nemətin nöqsanlı olmasıdır. Kamilliyi olan bir nemət insanı bezdirməyəcək. Cənnət nemətlərində heç bir naqislik və qüsur olmadığına görə də insan bezməyəcək. İnsanı bezdirən dediyim kimi qüsurdur. Və Qur'an-ı Kərimin Qaf surəsində, sözümün davamında bu ayəni oxumaq istəyirəm sizə. Qaf surəsi 35-ci ayə. Peyğəmbər və ali Peyğəmbərə səlavat zikr eləyək. Allahümmə salli əla Muhammedin Muhammed və accil fərəcəm. Qur'an-ı Kərimin Qaf surəsi 35-ci ayədə Uca Allah buyurur ki, Ləhum mə yeşəunə fīhā. Onlar orada, cənnətdə yəni, onların istədiyi hər şey var. Hər şey. Nə arzulayacaqsa, nə istəyəcəksə, ürəyimizdən nə keçəcəksə, təbii ki, cənnətə düşənlərin ürəyindən heç vaxt pis şey keçməyəcək ya, onu sizə deyim. Cənnət elə yerdir ki, orada artıq qəlbdə heç bir pis istək olmayacaq. Ürəyimizdən nə gözəl şey keçəcəksə, Allah onu bizə verəcək. Nə istədik hazır olacaq. Deyir, hətta bir hədis oxumuşdum. Deyir, uzanmış vəziyyətdə olsaz, baxırsınız ağaca məsələn, alma var tutaq ağacda. Kaş bu armud olaydı, oldu. Kaş bu mənim əlimdə olaydı, oldu. Bu qədər sadə, tənbəllərin yeridir də, yata-yata moizəyə qulaq asmaq məsələn. Bu qədər sadə, bu qədər gözəl. Ayə deyir ki, nə istəsəz olacaq da, işləmək, zəhmət buradadır, bura aid olan yerdir. Orada işləmək, zəhmət olmayacaq. Orada nə arzulayacaqsansa dərhal hazır olacaq. Və bu o deməkdir ki, cənnətdə bizim hər istəyimizin qarşılığı olacaq. İndi ayənin davamına baxın bir dənə. وَلَدَيْنَا مَزِيدٌ. Və bizim yanımızda, Allah buyurur, bizim yanımızda ondan daha artığı var. Bunun mənası bildiniz nə deməkdir? Bu ayədə Allah nöqtəni qoyur və bizə başa salır ki, cənnətdə sizin istəyəcəyiniz hər şey var. O öz yerində. Amma orada heç bir nemətin həddi yoxdur. Hər nemətin artığı da var. Artığın da artığı var. Yaxşıdır, daha yaxşısı var. Daha yaxşısıdır, ən yaxşısı var. Ən yaxşıdır, ondan da yaxşısı var. Bu yaxşılıqlar, ənlər bitmir cənnətdə. Allah buyurdu ki, daha artığı var yanımızda. Heç bir şeyin məhdudiyyəti yoxdur cənnətdə. Yəni, Uca Allahın sözü budur bizə.
Məsələn, alma yeyirsən, istəyirsən ikinci dişləyin daha dadlı olsun, olacaq. Üçüncü dişləmin daha dadlı olsun, olacaq. Üzüm yeyəcəksən deyir cənnətdə, məsələn 100 dənə içində dənəsi var, salxımda 100 dənə var. Hər dənə bir dad verəcək. Hər dənənin dadı əvvəlkindən daha dadlı olacaq, daha gözəl olacaq. Və yəni cənnət nemətlərinin bizə ləzzət bəxş etmək funksiyası məhdud olmayacaq. Hər şeyin daha yaxşısı, ondan daha yaxşısı olacaq. Və Nəhcül Bəlağədə 165-ci xutbədə Əli əleyhissalam cənnətin təsvirini verir, danışır və bir söz deyir. Deyir ki, Əli əleyhissalam cənnətdən danışanda görün nə deyir? Deyir, ey məni dinləyən adam, ey məni dinləyən kəs. Əgər qəlbün cənnətin heyran edici mənzərəsinin təsəvvürləri ilə məşğul ola bilsəydi, yəni qəlbən cənnətin o heyran edici təsəvvürün zehnündə, qəlbində canlandıra bilsəydin, ora çatmağın şövqündən, ruhun bədənindən çıxardı və qəbristanlıq əhlinə qonşu olardın. Mənim məclisimdən çıxıb, Əleyhisselam buyurur, mənim məclisimdən çıxıb gedib qəbristan əhlinə qonşu olardın. Əgər birdən cənnətin təsəvvürün düz təsəvvür eləyə bilsəydin. Yəni cənnəti doğrudan da düzgün təsəvvür eləyə bilsək, gözümüzə yuxu getməz, insanın şövqü artar ora. Elə bir yerdir ki, elə təsəvvür edin ki, bir yerə düşəcəksiniz ki, orada bunlar var. Əmir əl-Möminin bizə başa salmaq istəyir ki, əgər cənnətin nemətlərini təsəvvür eləyə bilsəydiniz, onların şövqündən bədənimizdə ruh dayanmazdı ya. Cənnətin təsəvvürü insanı öldürərdi. Əli əleyhissalamın sözüdür ya, özümüzdən demirik. Cənnət öldürərdi insanı təsəvvürü. İndi bir sual çıxır ortalığa. Mən də sizə o bir şeyi, bir sirri kimi də bir sirri açaq. Dedik cənnətdə ölüm yoxdur. Olmayacaq. Birdən cənnətdə ölüm olmuş olsaydı, insan nə vaxt ölərdi cənnətdə sizcə? 1000 il, 2000 il, 3000 il yaşayandan sonra ölərdi də məsələn düz. Amma mən sizə deyim, insan birdən cənnətdə Allah ölüm yaratsaydı, insan cənnətə ayaq qoyduğu gün ölərdi. Cənnətin şövqü bir anın içində insanı öldürərdi. Cənnətin mənzərəsinin təsiri, gözəlliyin təsiri, o ləzzət insanı bir anın içində öldürərdi. Əgər cənnətdə ölüm olmuş olsaydı, cənnətin ləzzətinin təsiri insanı öldürərdi. Cənnətdə ölüm yoxdur deyə cənnət öldürməyəcək insanı. Amma olmuş olsaydı dərhal öldürərdi. Hədis var, mən eşitmişəm, oxumuşam. Deyir, Allah birdən cənnətdəki ləzzətin, bir az hissəsini dünyada insanlara datdırsaydı, insanlar o ləzzətin təsirindən anındaca yerlərində canları çıxardı. O ləzzət ki, insan ona burada dözə bilmir, orada ölüm yoxdur deyə, o ləzzətlər bizə davamlı ləzzət bəxş eləyəcək, davamlı həzz verəcək. Cənnət davamlı həzzin, davamlı ləzzətin olduğu yerdir. Cənnətlə bu dünyanın misalını biz ana bətni ilə dünya kimi müqayisə edə bilərik. Təsəvvür edin, ana bətnində olan uşaq hələ dünyanı görməyib axı. Ana bətnindədir. Uşaq elə başa düşür ki, ən gözəl yer oradır. Qaranlıqdır, qanın içində fırlanır o tərəfə, göbəyindən də ki, qida qəbul edir. Oturub orada deyir ki, elə ən gözəl yer buradır. Bundan gözəlin təsəvvür eləyə bilmir o. Mən sizə bir dənə söz, birdən uşaq dünyaya gələndə, Allah uşağı dünyaya gətirəndə bilirsiniz niyə ağlı zəif olur onun? Birdən o 20-30 yaşındakı insanın ağlı kimi dünyaya gəlsəydi, gələn kimi gözəlliyi görüb ölərdi. O dözməzdi bu gördüklərinə. O ağlı kəsməz gəlir ki, yavaş-yavaş öyrənsin bura. Çünki burada ölüm var. Birdən-birə bura düşsə, ağlı kəssə, ölər dünyanın gözəlliyindən. O elə bir günəşi görsə, ayı görsə, havanı, dostu, tanışı, qardaşı, bacını görsə, onun şövqündən, onların o gözəlliyinin təsirindən ölər. Hələ bu dünyadır insanı gözəlliyinin müqabilində məst eləyir. İndi siz təsəvvür edin, Əmir əl-Möminin demişkən, cənnətin özü nədir? Ağa da buyurur ki, birdən cənnəti təsvir etsəydiniz, təsvir edə bilsəydiniz, ölərdiniz. Yaxşı ki, eləyə bilmirik elə ya. Azmaz təsəvvür eləyəydi, heç olmasa azmaz.
Şövqümüz olsun o gözəl yerə. Və sözümü Peyğəmbər sallallahu hədisi ilə tamamlayıram. Cabir ibn Abdullah Həzrəti Rasulullah sallallahu bir hədis nəql edir. Buyurur ki, cənnətdə Allah öz bəndələrinə buyuracaq: İstəyirsiniz öz nemətlərimi sizə artırım. Allahın sözünə baxın. İstəyirsiniz nemətlərimi artırım. Cəmaət oradakılar deyəcəklər: məgər bundan yaxşısı da ola bilər? İnanmayacaqlar ki, yəni bu vermisən də ilahi bizə, bundan bu qədər nemət vermisən. Bundan yaxşısı ola bilər? Allahdan cavab gələ biləcək ki, mənim razılığım hər şeydən üstündür. Mən razıyamsa olacaq. Allah neməti artıracaq, bəndələr orada təəccübə gələcəklər. İndi Allahın təzə verdiyi nemətin içində başlayacaqlar ləzzət almağa, təzə verdiyi nemətlərlə məşğul olmağa. Bir müddət sonra Allah yenə nida eləyəcək. Nemətimi artırım sizə. Bayaq dediyim kimi, bəndələr yenə təəccüb eləyəcək. İlahi, məgər bu verdiyindən daha yaxşısı da var? Allah daha yaxşısını da verəcək. Əbədiyyətə qədər davam eləyəcək bu. Vallahi burada təsəvvür eləyə bilmirik. Nə mən, nə siz. Heç olmasa bunları danışdım ki, biləsiz ki, 5-10 dənə əməlvüzü Allaha heç vaxt minnət qoymayın. Namaz qılacaqsınız, oruç tutacaqsınız, yaxşılıq eləyəcəksiniz. Dərhal özünüzü Allah özümüzə borclu bilməyək. Allah bizim burada elədiyimiz 2-3 dənə yaxşı əməlin mükafatını elə verəcək ki, bəlkə o da xəcalət çəkmək hissi olsaydı, cənnəti görəndə elə xəcalətdən ölərdik ki, ilahi. Yəni, elədiyim 5-3 dənə əmələ görə bura. Mən neynəmişdim ki, bu boyda mükafat verdin mənə. Amma qısa şəkildə son bir sözümü deyim. Cənnət, bu dünya, cənnətdə yaşamaq qabiliyyətini yaratmaq üçündür bizdə. Cənnətdə yaşamaq qabiliyyəti yaransın deyə bu dünyadan keçməliyik. Bu dünyanın cənnətdə ləzzət almaq qabiliyyəti, cənnətdə yaşamaq istedadı, yaşamaq potensialı yaransın deyə bura düşüb bu çətinliyi görməliyik. İnsan çətinliyi görməyəndə dünyanın çətinliyin, cənnətin nemətində qədrin bilməz və tez əlindən çıxar. Ona görə də o nemətin qədrini bilmək üçün buranın əzab-əziyyəti olmalıdır. Qorxmayın buranın əzab-əziyyətindən. Buranın əzab-əziyyəti cənnətin qədrini bilək deyədir. Ona görə də Allahdan həmişə istəyək ki, ilahi, o mələklərin ki, Quranda buyurmusan, cənnətə daxil olanlara səlam deyəcəklər. İlahi, cənnətin qapısından daxil olanda o salamı eşitməyi bizə nəsib elə inşallah. İnşallah, cənnət barədə söhbətimiz bura qədər, davamını Allahın izni ilə gedib görərsiniz. Allah köməyimiz olsun. Allah sizi hamımıza, bizə içimizdə arzusunda olan hər kəsə cənnət nəsib eləsin inşallah. Amma cənnət də havayı verilmir. Quranda ayə oxudum sizə. Uca Allah nə buyurdu? Yaxşı əməl edənlərin mükafatı nə gözəldir. Və başqa yerdə nə buyurdu? Allahdan qorxanlar cənnətə daxil olanda. Allahdan qorxmaq, həya eləmək, Allaha hörmət qoymaq, Allahın vacibatını yerinə yetirmək, əxlaqlı olmaq, ədəbli olmaq, yaxşı əməllər yerinə yetirmək, bunlar cənnətin açarlarıdır. Allah bizim ömrümüzü, özümüzü, ibadət və itaətimizi bərəkətli eləsin və ömrümüzün nəticəsin cənnət qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar. İnna şaniyaka huval abtar.